Eğer bütün beşeriyet ədiv canım ola, ürək süqut eləməz aldığı mətanətdən. Rica və xöf və məkan vermərəm. Gər alimlər 1000 ildə vəz edələr dəhşəti qiyamətdən. Pələklər tuta dövrüm. Çəkinmərəm əsla. Və ya ki, vəd edələr dövlət-i cahanı mənə, ki bir kəsə baş əyib cizimi bəyan eləyim. Eğilmərəm yenə. Haşa. Ölüm nədir ki onun gücü ilə xəlqə həqran eləyim təzim? Cahanda yox elə bir qüvvə baş əyim ona mən. Fəqət nə güclü, zərif bir vücud var yahu, ki hazıram yıxılıb xaki payinə, hər gün öpüm ayağından iczilə. Kimdir o? Nədir o? Ana. O adın qarşısında bir qul tək həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm. Bəzm istirahətdir. Əsey külək. Bağır, ey bəhri biyaman, ləpələn, atıl cahana sən gürulda, taqi səmavi gürulda, çatla, dağıl, sön, ey günəş yağışın yağdır, ey bulut ağla. Bunlar mənə əsər eylərmi? Mütləqa yox. Fəqət ana, ana, o adın qabağında o pak bağrına bassın məni, desin, lay, lay. Təbəssüm oynadaraq titriyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, uçar səmalar o aləm-i xəyalətdə. Yatar, ölər bədənim. Nitqimdən düşər bir söz. Ana, ana, mən sənə rahibəm, həmişə itaətdə.